Saat 6:30. Biz yola çıxmağa başlayırıq yavaşdan. Kütahyaya tərəf. Biraz yoxuluyam, 2 saatlıq yuxuyla ayaq üstəyəm. Dediyim kimi, biraz yoxuluyam, 2 saatlıq yuxuyla ayaq üstəyəm, amma məncə yaxşı alınacaq. Ay mən ölüm, bir dənə avtomat şüşəməsi var səndə. Alın nömrəsi başlayacaq. Ay böyle o çəkdə oraya. Əlləmə də. Niyə? Sonra bizə burası. Pişik da lan. Pişiklər təmiz olur. Pişik təmiz olur. Pişik təmiz olur. Bak hele bak 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 bak. Pişik təmiz olur. Çöl pişiyi olmur. Çəkmə. Bana iti de gitsin orada. Komik misin sen ya biz? Türkiye'de ticaret açılmadı. Fırsatçılık var. Yani şurada tezgahın birinde 20 lira ise öbürü 25 lira yapıyor, öbürü 30 lira yapıyor, öbürü 35 lira yapıyor. Maalesef piyasa istikrarlı değil yani. Her gün etiketler değişiyor. Allah korusun, imkan olsa zaten böyle bir şey. Arkadaşlar merhaba, ben topluluk başkanı. Evet, sadece kupayı olacak. Yox, bu etkinlik Azərbaycan etkinliyi deyil. Ha? Azərbaycan etkinliği değil. Niye Türk'le danışırsınız? Bəli, bu arada bu bizim Manat topluluğumuzun başkanıdır. Aysal, burada da logosu var. Bəs bizim bu neydi bu? Kütahya Futbol turnirini bu başkan bəs təşkil edib. İnşallah uzmağa gedirik. Udmağa gedirik. Üstlenirse affedilmeyecek günah işlemedikçe Allah onu cennete yerleştirir buyurmuştur. Korkuluk. Olmak üzere 2 kat mükafat verileceğini kalbinin katılığından şikayet eden bir adama Deməli, uşaqlar. Deməli, olsun biz gəlib çatmışıq artıq Kütahyaya. Sizə bir də maraqlı bir şey göstərmək istəyirəm. Baxın. Burası Kütahya Bələdiyyə Kültür Sanat Akademisi olaraq keçir. Əvvəllər də bura şey olubmuş. Qonaq olubmuş. Yəni içərisini biraz göstərək sizə. İndi hal-hazırda dövlət tərəfindən qorunur və sənət üçün istifadə olunur. Qapılar hər halda o dövrdən qalan qapıdır. Tam məlumat dəqiq deyil, amma təxminən 300-400 illik tarixi var. Bu da qapısı. Burada da əşyaları var, bilmirəm. Haçına aiddir. Sabah. Bu da yəni balkonu. İndi burada səhər yeməyi hazırlayırlar, sağ olsunlar. Kütahya'dakı Azərbaycanlı dostlarımız birazdan səhər yeməyi yiyəcəyik. Sözünü almışıq, yuxarısını da bizə gəzdirəcəklər. Bunun yuxarısına gedib baxarıq inşallah. Belə kapılar da mı eski ya şu an yeni model? Eski herhalde. Sadece kapı kulpları. Kapı kolları değil. Bayağı iyi ya. Belə. Yuxarı çıxaracaqlar demişəm, iznini almışam. Deyirəm də dərinliyə düşməyəcək. Bunu da çəkmədən. Sinema verib də. Oxşamır da yəni. Sənin burası ağrıyır. Ay, bu yandan şəkil. Bu qırıq idi yaxın mən bilən. Mən niyə qırıq olduğu yadda qalıb? Uşaqlara da oluyor. Hangisi? Uşaqlara da oluyor. Yəni Bura valilikdir böyük ihtimal. Buranın teması desən konakdır ya. Ancaq konak şeydir. Vididir. bir də dağ falan yaxın. Sən Gəncəlisən axı, o nədir? Gəncəlidə belə bir şey var idi. Qullə kimi bir şey. Burada ora qəhvi atsan, 1 TL-dir. 50 kuruş da atırsan, o yığırlar. Bu taxta nədir belə? Bu orada da var. Şey girişləridir. Yo, oturacaq qoyublar. Mənası nədir ya? Bunun nəsə mənası var? Yok ya. Allah Allah.
Sənə bütün qaşqabağımı tökmüşəm, gün vurur üzümə. Bir də aski şeyinə gəlmişik. Bu necədir? Neydə? Adam fərq görmədi. Ben yaxşı bunun arasında fərq görməyinə görə. Bu biri daha məsləhətdir. Buz daha qəşəng. Həm sən çox abi, pire yapalım. Bu sən də çox belə bəlliləmirsən gözü. Hiç gəlməyir. Şimdi neyle aldın? Neçə aldın? 500 lira. 500 lira. Qardaş da sağ olsun bizə köməkli elədi. Bir dəfə də reklamını eləyək. Defne Optik Kütahyada olan Azərbaycanlı dostlarımız gəlib buradan alış-veriş eləyə bilər. Optikçinin quşu da var. Oha, nə oldu? Bu əlildir ki, hə. Ay, bu quş əlildir ki, hə. Kuş var da burada. Bunu da paylaşarsan. Bu niyə belə yeriyir? Quş Burasından quşlarından çıxıb ona görə. Şkaba da bura bax. Mətanət İskəndərlisən sən. Oğlum ne değil? Ya bu rahat doğa etin bu. Elə biz qabağa edilir. Abşım bu korkuluğun askısını aldık. Gedirik indi. Yeni korkuluk. İyi ya. Semayim falan. Bayağı yakıştı bu arada. He. Biz niye Türkçe danışırıq ha buna görə? Göstərilən qala budur ya. Yuxarıdakı qalaya bax. Buranın tarixi yeridir. Prospekt var idi. O yollarına oxşur. Cinliköy. Ha, bu da burada, bunun sağ tərəfi. Dostlar, mən də çək dostlar, elə ki biz bu dəqiqə cinli köydəyik. O evə girəcəyik. Bütün hər şeyi araşdırıb, hər şeyi çıxardacaq ortaya. Hər şey sizə məlumatlarını sizə bölüşəcəyik. Çalışırtmaya gəlmədik. Yəni Dostluq. haqqımızın karşılığını veririk. Konağın içindəyim. Hadi piyano çal bakalım. Bu bizim Qəzənfər müəllimdir, onu da çəkin xahiş edirik. Sevirəm divanəyə, sənsiz həyat divanəyəm. Artıq ölümə bəhanəyəm, gəl mənə tez gəl. Darıxmışam ayımdım, əllərin gözlərin. Buralar, yəni o qədim Türk filmlərində gördüyünüz şeylər var, qonaq var. Yəni bura qonaqdır da. Bunlar da həmin sehpalardır. Bu ağaların oturduğu sehpa var. Şkaflar, burada maket var. Şkafı baxın, bir şey yoxsa göstəreyim. Dolu göstərməyək. Burada gitar. Bizə necədir? Çox. Ha, burada saz var. Bağlamalar. Uf. Üf, bağlamalara bax ya. Bunlar hamısı qısa bağlamalardır. Bunun bir də var uzun bağlamalar. Davul, o da bağlamadır. Bunun adını bilmirəm nədir. Uşaqlar indi orada mahnı oxuyur, mən bir üst şeyə çıxıram. Tavanı göstərim sizə. Taxtlar oynayır, çox normaldır.
Bunların konferans salonu. Herhalde burada mahnılar, dernekler. Burada var baxın. Bunun bir üstü də var. Buraya girməyə böyle özel bir yer oxşuyur. Üstüne baxaq. Ana. Çok tərpənir ya. Burası Bodrum katıdır. Buraya girməkdə. Bodrum deyirəm, çatı katı. Yemək istəyir, dönər, əşək yağlı bir dənə dönər. Hava Pro Max-ı çəkiblər. Burası Konaq məhəlləsi. Bura Kütahyanın məşhur qonaqları olan, girməyən qonaqlar olan sokaqlarıdır. Tarixi qonaqlar, Osmanlı vaxtlarında. Biraz yavaş-yavaş gedirsiniz, daha da yaxşı incələyərsiniz. Sen o değil başkanısın, o başkanın Mesela Rusya'da şəkillərin çəkilsinlər. Burası opşum hamısı tarixi qonaqlardır. Osmanlı döneminin şeyləri, yəni qonaqları. Qonaqları yəni qonaqları. Padişah. Opşum gəzirik. Salam uşaqlar. Vallahi hələlik yaxşıdır. Hələlik yaxşıdır. Oy, bu nə də? Qatar. Süni qatar. O vaxt padişahlar daşımaq üçün olan qatar. Nə oldu? Hamısı padişahlarındır. Qatarın düz vururlar. Ay, Nurlan, Ali yandımdadır qardaş, biz atıram. Deyəsən urulu. Çox qəşəng yerdir. Yava. Çıxdıq bu konaktan. Bomba yerdə prosta. İçlərinə girə bilmirik bazar gündür deyə. Amma yaxşı yer idi. Buranın olaraq, tarixi dokusu olaraq məncə daha yaxşıdır. Bura herhalde çarşı. Bazarı belə. Oy boya. O neydi? Çiçek arası. Ki hansı şeylə qrupla gəlmişdi ya. O qrupu itirmişik. Yoxdular ha. Qabaqdakılar da, qabaqda bir şey var. Kalabalık var. Qəşəng! Evet arkadaşlar. Общем oyundan çıkmışıq. Oyun çok güçlü oyun oldu. Uduzduq. Təbrik edirik. Heç bir şey. Pilimiz də bitir. İndi sıxmışıq kebabı. Общем futboldan sonra buradayıq. Kebab vururuq.
Yaraşır qardaşınıza. 4-4-2 səs verməyə 4-4-2 elə bir Guardiola sistemi də 4-4. Bu sonra kimdir potada olan? Fərid. Hə, daha mı danışdı? Aysuma səs verənlər əlini qaldırsın. Aysuma səs verənlər əlini qaldırsın. 1. Özünə səs verirsən? 2. Endirin. Daha təzən səs verməyin. Fərid deyirəm yenə qaldırasın sən. Bir dənə sağ olsa pis olar. Fikir ver Zavidan. Çox səssiz. Zavidan Sezi gülüş attı bak. Sezi gülüş attı. Sən davam elə mən deyəcəməcə qutarı. Görə özünə görəsən. Mən küçük sezi gülüş attı. Hamı gözlüyor, gözlüyür, səs Türlü zaten kurtulacak. Cəlil, başda biraz səs verməyə. Celil biz her buna çekilsen bizi her başda bəli, qutardı oyun falan filan. Təsərrüfatların nədir? Korkuluk olarak Yani gəlməyimə dəydi mi, dəymədi mi onu? yani maçı çıkarsak hepsi çok iyiydi. Ama maç çok fazla şekerliydi. O yüzden bok gibi. Ama genel güzeldi, farklı oldu. Yani yeni bir şeyler ya. Bu oyunu yeni bir şeyler gördük. Hiçbir şey. Davay. Acı bir öfke bizi baştan alasıyor.